Biz öz yolumuzdan gedəydik 50-60 kilometre sürətlə. Arkadan heç olmasa bir 100 kilometre sürətlə belə gəldi vurdu ya, belə gəldi vurdu, tozanak qopdu hər yerə. Yani yavaş get də bu yatmış imiş, bu telefon deymiş, necəymiş, hamı qalıbdı. Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində iki yük avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Ağır qəza magistral yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücülərdən biri əcnəbi olmaqla 2 nəfər ağır yaralanıb. Onlar dərhal təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Sumqayıt Tibb Mərkəzindən Dinas TV-yə bildirilib ki, təcili tibbi yardım xəstəxanasına ağır vəziyyətdə gətirilən 49 yaşlı Babək Abbasovun aparılan reanimasiya tədbirlərinə baxmayaraq bioloji ölüm faktı qeydə alınıb. Hayır, mən qabaqdaydım. Sonra mən arxaya gəldim ki, görəm hələ nə olur. Gedəydik, yolda gedəydik. 2 maşın gedəydik. Bir dənə onun sürücüsüdür, bir dənə də mənim doğma qardaşım. Hazırda 35 yaşlı əcnəbi vətəndaş olan şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.